Xoş gördük millət dedim dayı məlum məsələdən sonra motosikletimin üstünü örtüm. Sonrası gün kameradan baxdım ki, bu küçüklərin anası qaça-qaça motosikletimin üstünə gəlir. Ay da bizim uşaqlar sökdü bu heç zat. İt uşağı mən indi cev olan paylarını verərəm. Analarından qabaq əsərin qəhrəmanlarını özüm tapdım. Utanırsınız sizə? Mən motosikletimi nəcinə qoymusunuz Bağışla əmi. Utanırsınız? İnanın mən Türkiyə getdim, mənə bir şeylər. Adam kişi olar, şifiranlıq eləmə. Ayıb olsun sizə. Bu söhbətdən sonra da nə olsa yaxşıdır. Ya görüm bura Harunda nədə hara tüllabı da mənim uşaqlarımı üzr istətdirir. Davay, falojnası da sökçür oğlum, cır. Bana bile tut dart. Ay canım küçüydü öyle kələdi da.Ğın baş beynimizi aparır. Gel oğlum gel. İndi geçsin dincəlsin o səviyyəsiz dublajlarıyla. Düşdüm qaraja baxmağa, örtüyü yamanginə qoyutdular. Dərdivi kimə deyəsən? Bax nağarım mən. Maraqlısı budur ki, mən motosikletə baxanda anaları da oradan əlin üstündən qoyub mənə baxırdı. Nətədir, xoşa gəldi. De get indi dublajlat. Heyvanlarla az mırtdaş. Yoxsa bu dəfə cırılan başqa şey olacaq.